Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugünkü videomuz çox maraqlı və eyni zamanda bir çox insanın bilmədiyi vacib bir mövzu haqqında olacaq. Biz adətən qarpızı yay aylarının ən faydalı və təravətləndirici meyvəsi kimi tanıyırıq. Doğrudan da qarpız həm sərinləşdirici təsirə malikdir, həm də orqanizm üçün bir çox faydaları var. Amma bir məqam var ki, çoxumuz buna diqqət etmirik. Hər bir faydalı qidanın belə bəzi insanlar üçün zərərli ola biləcəyini bilirdinizmi? Bəli, qarpız da istisna deyil. Elə insanlar var ki, onlar üçün qarpız yemək sağlamlıq problemlərinə səbəb ola bilər. Hətta bəzi hallarda vəziyyəti daha da ağırlaşdıra bilər. Bu videoda sizə qarpızın kimlər üçün təhlükəli ola biləcəyini, hansı xəstəliklər zamanı qarpızdan uzaq durmağın vacib olduğunu və bu barədə bilməli olduğunuz bütün detalları ətraflı şəkildə izah edəcəm. Əgər sağlamlığınıza diqqət edirsinizsə və nəyi nə qədər yeməli olduğunuzu bilmək istəyirsinizsə, videonu sonuna qədər izləməyi, bəyənməyi və kanala abunə olmağı unutmayın. Qarpız yay aylarının ən çox sevilən meyvələrindən biridir. Onun tərkibinin təxminən 90%-dən çoxu sudan ibarətdir və bu onu həm susuzluğu aradan qaldıran, həm də bədəni sərinləşdirən ideal qida halına gətirir. Bundan əlavə qarpızın tərkibində A, C vitaminləri, antioksidantlar və orqanizm üçün faydalı maddələr mövcuddur. Amma bütün bu faydalarına baxmayaraq bəzi insanlar üçün qarpız ciddi sağlamlıq riskləri yarada bilər. İlk olaraq şəkərli diabet xəstələrindən başlayaq. Qarpız şirin dadına görə çox cazibədar görünür, lakin onun tərkibində olan təbii şəkər qanda qlukoza səviyyəsini sürətlə yüksəldə bilər. Bu isə diabet xəstələri üçün təhlükəlidir. Xüsusilə qarpız ac qarna yeyildikdə və ya çox miqdarda qəbul edildikdə qan şəkərində ani sıçrayış baş verə bilər. Bu səbəbdən diabet xəstələri qarpızı ya çox az miqdarda yeməli, ya da ümumiyyətlə həkim məsləhəti olmadan istifadə etməməlidirlər. İkinci vacib qrup böyrək xəstəliyi olan insanlardır. Qarpızın tərkibində yüksək miqdarda su və kalium var. Sağlam insan üçün bu faydalı olsa da, böyrəkləri zəif işləyən insanlar üçün bu əlavə yük yaradır. Orqanizm artıq kaliumu xaric edə bilmədikdə, bu qanda kalium səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bu isə ürək ritmində pozğunluqlara qədər ciddi nəticələr doğura bilər. Üçüncü olaraq mədə-bağırsaq sistemi həssas olan insanları qeyd etmək lazımdır. Qarpızın tərkibindəki lif və yüksək su miqdarı bəzi insanlarda həzm sistemini sürətləndirir. Bu isə ishal, köp və qarında narahatlıq hissi yarada bilər. Xüsusilə qarpızı digər ağır yeməklərlə birlikdə qəbul etmək bu problemləri daha da artırır. Ona görə də həssas mədəsi olan şəxslər qarpızı tək və az miqdarda yeməlidirlər. Dördüncü risk qrupu ürək-damar xəstəlikləri olan insanlardır. Qarpız kaliumla zəngin olduğu üçün normada faydalıdır, amma həddindən artıq qəbul edildikdə ürək ritminə təsir edə bilər. Xüsusilə ürək dərmanları qəbul edən insanlar üçün bu risk daha yüksək ola bilər. Bu səbəbdən belə şəxslər qarpız istehlakını mütləq nəzarətdə saxlamalıdırlar. Beşinci olaraq allergiyası olan insanlar var. Bəzi hallarda qarpız allergik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalar bəzən yüngül qaşınma ilə başlayır. Amma daha ağır hallarda dodaqlarda şişkinlik, nəfəs almaqda çətinlik kimi təhlükəli simptomlara qədər inkişaf edə bilər. Əgər qarpız yedikdən sonra belə əlamətlər müşahidə olunursa, dərhal istifadə dayandırılmalıdır. Bundan əlavə çox vacib bir məqam da var ki, bunu çox insan nəzərə almır. Qarpızın həddindən artıq yeyilməsi sağlam insanlarda belə problemlər yarada bilər. Çünki çox su qəbul edildikdə bədəndə natrium səviyyəsi aşağı düşə bilər. Bu vəziyyət isə baş ağrısı, halsızlıq, ürək bulanma və hətta ciddi hallarda huşun itirilməsi ilə nəticələnə bilər. Həmçinin gecə saatlarında çox qarpız yemək də tövsiyə olunmur.
Çünki bu tez-tez sidiyə getməyə səbəb olur və yuxu rejimini poza bilər. Bundan əlavə, gecə həzm sistemi daha yavaş işlədiyi üçün qarında ağırlıq hissi yarana bilər. Digər bir vacib məqam isə qarpızın keyfiyyəti ilə bağlıdır. Bəzən bazarda satılan qarpızlar kimyəvi maddələrlə yetişdirilmiş ola bilər. Bu cür qarpızların həddindən artıq istifadəsi orqanizmə zərər verə bilər. Ona görə də qarpız alarkən onun təbii və keyfiyyətli olmasına diqqət yetirmək çox vacibdir. Unutmayın ki, hər şeyin çoxu zərərlidir. Qarpız faydalı olsa da, onun normasında və düzgün şəkildə qəbul etmək çox vacibdir. Sağlam qalmaq üçün yalnız faydalı qidaları yemək kifayət deyil. Eyni zamanda həmin qidaların sizin orqanizminizə uyğun olub-olmadığını da bilmək çox vacibdir. Bu cür məlumatlar sizi bir çox sağlamlıq problemlərindən qoruyur. Əgər bu video sizin üçün faydalı oldusa, videonu bəyənməyi, kanala abunə olub zəng işarəsini aktiv etməyi unutmayın ki, növbəti faydalı videoları qaçırmayasınız. Sonda onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.